Qarışqaları zombiyə çevirən göbələklər barədə eşitmisiniz? Cordyceps adlanan bu parazit göbələk qarışqanın sinir sistemini ələ keçirərək onu zombiyə çevirir. Havanın daha mülayim və günəşin bol olduğu yarpağa çıxmağa məcbur edir. Bu iş bitdikdən sonra qarışqanın da həyatı bitir və ölmüş qarışqanın bədənində yeni göbələk bitərək növbəti şikarını gözləyir. İndi isə bu prosesi insan üzərində təsəvvür edin. Bu ideya əsasında illər əvvəl məşhur The Last of Us video oyunu 2023-cü ildə isə serial çəkilib. Başrollarda mənim ən sevdiyim aktyorlardan olan Pedro Pascal və Bella Ramsey'nin çəkildiyi serialda Cordyceps göbələyinin 2003-cü ildə təkamül keçərək insanları da zombiləşdirə bildiyi göstərilir. 20 il sonra isə artıq Cordyceps bütün dünyanı tutur. Joel obrazını canlandıran Pascal 14 yaşlı Ellie rolunun ifası Ramsey xarabalığa çevrilmiş Bostondan Utah ştatına aparılmalıdır ki, onun qanından infeksiyaya qarşı peyvənd hazırlansın. Bu proses ərzində baş verənləri görmək üçün mütləq ilk sezonu izləməlisiniz. Bu günlərdə isə serialın ikinci sezonunun treyleri yayımlandı. Bu treyler ilk gündə müxtəlif platformalarda 158 milyon dəfə izlənilərək HBO tarixində rekorda imza atdı. Beləliklə The Last of Us serialının ikinci sezonu 13 apreldə təqdim ediləcək və mən bu serialı izləməyi hər kəsə israrla tövsiyə edirəm.